Dövlət qulluğunda əmək haqqı sisteminin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bu sahədə çalışanlara ödənilən mükafat, staja görə əlavələr və müalicə müavinətləri ləğv edilir. Yeni qərara əsasən ləğv edilən bu əlavələr dövlət qulluğunda çalışanların vəzifə və maaşlarının baza hissəsinə daxil edilir. Belə ki, əvvəl əmək haqqının baza hissəsi 35-45% idisə, indi 95%-dən çox təşkil edəcək. Ekspertlərin fikrincə, həyata keçirilən bu dəyişikliklər gənc və peşəkar mütəxəssislər üçün bu sahənin cəlb ediciliyini artıracaq. Bu gün bir sıra segmentlər üzrə özəl sektorda işçi qüvvəsinə, əmək resurslarına yüksək əmək haqqları, maaşlar təklif edilir və təbii ki, belə olan şəraitdə əmək bazarında rəqabət qabiliyyətliyin bir qədər də gücləndirilməsi üçün dövlət qulluğu sistemində əmək haqqı ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi olduqca vacibdir. Düşünürəm ki, qəbul edilmiş qərarlar nəticəsində müvafiq yanaşmaların tətbiqi ilə biz gənc və peşəkar mütəxəssislərimizin dövlət qulluğunda işləməsinə əlavə stimul və motivasiya əldə etməsini görəcəyik ki, bu da təbii ki, çox vacib və mühüm məqamdır. İqtisadçılar hesab edirlər ki, əmək haqqının daha aydın və sistemli əsaslarla formalaşdırılması nəticə yönümlü yanaşmanın inkişafına, eləcə də sistemin funksional səmərəliliyinin artırılmasına müsbət təsir göstərəcək. Qeyd etmək lazımdır ki, bu sistem həm də əmək haqqındakı disproporsionallığı aradan qaldırır. Çünki uzunmüddətli perspektivdə formalaşa bilən disproporsionallıq təbii ki, dövlət qulluğu sisteminin də müəyyən problemləri ilə səciyyələnməsinə gətirib çıxarda bilərdi və bu disproporsionallığın aradan qaldırılması balanslı, optimal şəkildə əmək haqqının təmin olunmasına gətirib çıxaracaqdır. Beləliklə, dövlət qulluğunda yeni əmək haqqı modelinə keçid bu sahədə daha şəffaf, vahid və sabit sistemin qurulmasına xidmət edir. Yeni yanaşma həm idarəetmədə institusional islahatların davamı kimi qiymətləndirilir, həm də dövlət qulluqçularının sosial təminat mexanizmlərinin daha sistemli əsaslarla təşkili baxımından əhəmiyyət daşıyır.